Təsəvvür elə ki, bir il ərzində heç vaxt yay gəlmir. İyul aylarıdır, lakin çöldə qar yağır, tufan qopur, məhsullar məhv olur və bütün dünya aclıq çəkir. Bu hadisə 1816-cı ildə baş verib. Tarixdə yaysız il kimi tanınan yeganə il. Səbəbi nə idi? Bir il əvvəl, 1815-ci ildə dünyanın o biri ucunda, İndoneziyada Tambora dağı partlamışdı. Bu, bəşər tarixində qeydə alınan ən böyük vulkan partlayışı idi. Partlayış atmosferin yuxarı təbəqələrinə yüz minlərlə ton kül və sulfat aerozolları atdı. Bu kül buludu bütün yer kürəsini bürüdü və bir neçə il günəş işığının qarşısını alan bir pərdə yaratdı. Nəticə isə qlobal fəlakət oldu. 1816-cı ilin yayında Avropa və Şimali Amerikada temperatur kəskin şəkildə aşağı düşdü. İyul ayında ABŞ-da qar yağdı, məhsullar məhv oldu, kütləvi aclıq və xəstəliklər başladı. Amma bir müsbət tərəfi də var idi. O il İsveçrədə hava o qədər pis idi ki, bir qrup gənc yazıcı evdən çıxa bilməyib qorxulu hekayələr yazmağa qərar verdilər. Məhz həmin yaysız yayda Frankenstein romanı doğuldu. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videona like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.